Bax, video çəkmək üçün yəni yaxşı yer, istirahət və yaxud mənzərəli belə mənzərəli yer axtarırsansa, gedərəm ora çəkərəm deyəsənsə, heç vaxt çəkə bilməyəsən. Video çəkmək üçün mənzərəli yer lazım deyil. Video çəkmək üçün istək lazımdır. Yəni o istək də bəzilərində var, amma yenə də çəkə bilmir. Onun üçün də psixoloji məqamlar var ki, onları atlatmalısan. Həm qınaq qorxusu, kamera qorxusu, nə danışım, həm özü bəyənməmək, məsələn, səsim pis çıxır, yaxşı görsənmirəm kamerada falan. Yəni belə nüanslar çoxdur. Bu nüansları atlatmaq üçün Telegram kanalda dərs hazırlayıram. İnşallah 16 nəfər var. Biz 8-9 nəfər də qoşulandan sonra kanal bağlanacaq və o 20-25 nəfərlə də başlayacağıq blog kursuna və kursu keçdikdən sonra yəni videoya baxdınız bəsdir yox, orada kim nə istəyir eləsin yox, orada söhbətlər gedəcək. Məsələn, kimsə nəsə problemi olacaqsa onu həll eləyəcəyik. İnşallah ki, hərə öz səhifəsini belə deyim də, yəni pulsuz, parasız öz məhsulunu rahat, sərbəst şəkildə satmağa başlayacaq. Yəni blog o haqqında olacaq. Ona görə yəni qoşulmaq istəyən olsa Telegram kanala qoşulun, linki profilimdədir. Mənzərə isə heç, yəni mənzərə gözəldir, amma video çəkmək üçün mənzərəyə ehtiyac yoxdur. Mənzərəyə ehtiyac yoxdur, video çəkmək üçün 4 divar arasında da çəkmək olar. Sadəcə psixoloji məqamlar var, onları atlatmaq lazımdır. O da dediyim kimi Telegram kanalımda.